Salam. Bugünkü mövzumuz uşaqlarda bağlama tiplərinin yaranmasıdır. İlk dəfə bildiyimiz kimi bağlama nəzəriyyəsini John Bowlby kəşf etmişdir və John Bowlby belə deyirdi ki, insan həyatının ilk 6-7 ilində öz anası və ya onun himayədarı ilə arasında yaranan münasibəti bütün həyatı boyu münasibətlərinə daşıyır. Sonralar bu mövzu araşdırıldı və Mary Ainsworth'un belə bir tədqiqatı oldu. Bu təcrübənin adı yad otaq təcrübəsi idi. Təcrübənin gedişi belə idi. Bir otaq var idi. Bu otaqda oyuncaq qutusu, şkaf və oturmaq üçün stullar var idi. Ana öz övladı ilə birlikdə boş otağa daxil olur, yəni başqa bir şəxsin iştirak etmədiyi bir otağa daxil olur. Təcrübənin birinci mərhələsində baxılır ki, uşaq ana ilə daxil olduğu bu otaqda ana stulda əyləşdikdən sonra anadan ayrılıb otağın digər hissəsinə yaxınlaşır yoxsa yox, oradakı oyuncaqlarla oynayır yoxsa yox. İkinci mərhələdə otağa yad bir şəxs daxil olur və ana həmin şəxslə kontakta keçir. Və sonra ana uşağa heç bir məlumat vermədən, heç bir izahat vermədən sadəcə durur, otağı tərk edir. Bu zaman təcrübənin ikinci hissəsi artıq başlamış olur. Baxılır, ana otaqdan çıxdıqdan sonra ananın arxasınca ağlayır, yoxsa ağlamır. Ümumiyyətlə, ananın gedib getmədiyini fərq edir, yoxsa fərq etmir. Sonra gəlir təcrübənin üçüncü hissəsi, ananın otağa daxil olduğu an. Və bu zaman baxılır, uşaq ananın otağa daxil olmağına necə reaksiya verdi? Heç ümumiyyətlə fikir vermədimi, yoxsa əgər ağlayırdısa ananı getdi qucaqladı, sakitləşdi, yoxsa ağlayırdı, ananı görəndən sonra daha da çox ağlamağa başladı. Təcrübə zamanı görüldü ki, bəzi uşaqlar ana otaqdan çıxanda ümumiyyətlə onun çıxmağına heç fikir vermirlər. Bəzi uşaqlar çox ağlayırlar ananın arxasınca və otaqdakı digər şəxs onu sakitləşdirməyə çalışır. Nisbətən sakitləşirlər və oyuna yenidən adaptasiya ola bilirlər. Bəziləri də heç adaptasiya ola bilmirdilər. Bir qism uşaqlar isə ümumiyyətlə sakitləşdirmək mümkün olmurdu. Təcrübənin digər hissəsində, hansı ki, ana sonradan otağa daxil olurdu, baxdılar ki, ananın getməyinə fikir verməyən uşaqlar heç ana otağa daxil olanda yenə ona fikir vermədilər. Bəzi uşaqlar hansı ki, ananın dalınca ağlayırdı, ana gələndə gedib ananı qucaqladılar, biraz ağladılar və sakitləşib yenidən oyunlarına qayıtdılar. Digər bir qism uşaqsa ananın üzərinə getsə belə heç o sakitləşə bilmirdi. Ananı gördükdən sonra da heç o sakitləşə bilmirdi. Daha da şiddətlənirdi onların ağlamaqları. Beləliklə, 4 növ bağlama tipi göründü burada. Təhlükəsiz, qaçınqan, təşvişli və nizamsız tip. Təhlükəsiz münasibət tipi olan uşaqlar ana otaqda olduqda ananın yanından ayrılır və oyuncaqlarla oynamağa başlayırdı. Ana otaqdan çıxanda uşaq biraz ağlasa, narahat olsa belə onun yanındakı şəxs onu sakitləşdirdikdə sakitləşirdi. Sonra yenidən ana otağa daxil olduqda ananı görüb kövrəlsə belə yenidən gedib anasını qucaqlayıb sakitləşib yenidən mühitə qayıdıb oynamağına davam edə bilirdi. Qaçınqan tipdə isə uşağın valideyni otaqda olduqda heç valideyninə tərəf nəzər salmırdı. Valideyni otağı tərk etdikdə anasının dalınca ağlamırdı. Sonradan valideyn otağa daxil olduqda yenidən onun daxil olmağına heç bir fikir vermirdi. Təşvişli bağlanmada isə uşaq əvvəlcədən hətta valideynin yanından ayrılıb oynamağa belə getmirdi, daha çox yanında qalırdı. Sonra zamanla adaptasiya olub oynamağa başlayırdı. Başladıqdan sonra ana otağı tərk etdikdə ananın arxasınca çox narahat olurdu. Onu demək olar ki, sakitləşdirmək mümkün olmurdu. Sonradan valideyn otağa daxil olduqda onun ağlamağı daha da güclənirdi və heç bir şəkildə uşaq sakitləşə bilmirdi. Nizamsız tip isə uşağın valideyni çıxdıqda narahat olurdu. Otağa daxil olduqdan sonra isə
hansı reaksiyanı verəcəyi bilinmirdi. Həm ana otağa daxil olduğuna görə sevinirdi, ancaq adekvat reaksiya verə bilmirdi. Bilmirdi sakitləşsin yoxsa yox. İndi bizi nə maraqlandırır? Bizi maraqlandırır ki, bizim övladımızda hansı bağlanma tipidir? Bunu müəyyən etmək üçün ancaq özümüzün övladımızla münasibətimizə diqqət etməliyik. Övladımızla ünsiyyətdə olarkən bizimlə göz kontaktı qururmu? Göz kontaktı qurarkən sabit bir göz kontaktıdır, yoxsa duyğularını ifadə eləyir? Uşaq bizimlə söhbət zamanı özünü rahat hiss eləyirmi? Bizi görməyəndə təşviş yaşayırmı? Onun bilmədiyi bir mühitdə biz onu qoyub çıxdıqda bizim arxamızca necə reaksiya verir? Biz qayıdandan sonra necə reaksiya verir? Sizlə danışanda gərgindir yoxsa yox? Sizə qarşı qəzəblidir yoxsa yox? Sizə güvəni necədir? Siz ona bir şeyə söz verəndə necədir? Qəbul eləyirmi yoxsa özündən çıxır, inanmır? Əslində bu çox sadə şeylərlə biz uşağımızda olan bağlama tipini və onu gözləyən sonraki münasibətləri görə bilərik. Bəs necə eləyək ki, övladımızda təhlükəsiz bağlanma formalaşsın? Bunun üçün uşaq dünyaya gələn andan onunla doğru bağ qurulmalıdır. Uşaq daimi olaraq sizə güvənməyi öyrənməlidir. Uşağın ehtiyacı olduqda onu qucağa almaq lazımdır. Məsələn, bizdə əvvəllər nə deyirlər? Deyirlər ki, uşaq hər ağlayanda onun qucağına alma. Xeyr, əksinə uşaq hər ağlayanda onun qucağına almaq lazımdır. Uşaq görsün ki, mənim hisslərimə hörmət olunur. Mənim ehtiyacım olanda mənim valideynim mənim yanımdadır. Əgər təhlükəli bir vəziyyət yaranarsa, mənim anam məni qoruyacaq. Yaşından asılı olmadan, yəni 6 aylıqdan tutmuş 3, 4, 5 yaşa qədər. Uşağı tutaq ki, kimisə yanında qoyub harasa getməliyik. Çox qısa müddətlik belə olsa, ya bağçaya qoyuruq, tutaq ki, uşağı mütləq əvvəldən uşağa xəbər verməliyik. Bizdə adətən uşağın ağlamağından yayınmağa görə uşağa deməmiş gizlincə çıxırıq mühitdən. Məsələn, uşağı bağçaya qoyur, bir damcı başı qarışanda qaçır gedir. Ya kimisə yanına uşağı qoyur, tutaq ki, anasının yanına qoyur, ya bir rəfiqəsinin yanına qoyur. Gözləyir ki, uşağın başı biraz oyuna qarışsın, aradan çıxın gedin. Bu tamamilə yol verilməz bir şeydir. Mütləq uşağa əvvəldən deyilməlidir. Hətta o oynayandan sonra çıxmaq istəyirsinizsə belə ki, ayrılmaq çətin olmasın. Uşağa xəbər verin ki, sən oynayanda mən gedəcəm. Bir müddətdən sonra və dediyiniz kimi qısa müddətdə geri qayıdın. Əvvəl qısa müddətlə bunu aparmaq lazımdır. Bir müddətdən sonra uşaq öyrəşəcək ki, bəli, mənim valideynim gedir və qayıdır. Uşaq bunu sağlam qəbul edir. İlk vaxtlarda ağlaya bilər. Ağlamaqdan yayınmaq üçün bunu elədikcə biz heç uşaq adaptasiya olmayacaq. Daimi olaraq təşviş içində olacaq ya da ki, qaçınqan bağlamadakı kimi ümumiyyətlə sizi söndürəcək. İndi nədir ən bizi maraqlandıran məsələ? Necə olur ki, biz bu münasibətləri formalaşdırırıq? Biz bəzən fikirləşirik ki, bu uşağın xarakteridir. Bəli, uşağın xarakteridir, amma onu biz formalaşdırmışıq onda. Bizim onu tərbiyə sistemimiz formalaşdırıb. Bəzən deyirlər ki, mənim uşağım mənimsiz qala bilmir. Ya deyir ki, yox, heç mənim uşağım fikir vermir, mən gedib gələndə. Elə yaxşı uşaqdır, rahat öyrəşir. Halbuki o davranışı ona biz öyrətmişik. Bəs necə olur ki, biz başqa tipləri formalaşdıra bilirik uşaqlarımızdan? Bunun üçün də biz özümüzdə diqqət eləməliyik ki, bizim valideynimizdən bağlanma tipimiz hansıdır? Və biz adətən öz bağlanma tipimizə uyğun tipləri də öz övladımızda formalaşdırırıq.